Salam Əsma, özünü 60 saniyədə tanıt. Salam, mən Mansurzadə Əsma, 18 yaşım var. Hökumətlərarası təqaüd proqramı çərçivəsində Rumıniya təhsil alıram, kompüter elmləri sahəsində və təhsil aldığım şəhərdə yeganə Azərbaycanlıyam. Buna görə özümdə daha çox məsuliyyət hiss edirəm və əlimdən gəldiyi qədər Azərbaycanımızın milli mənəvi dəyərlərini, mədəniyyətimizi, tariximizi tanıdıram və insanlarda, dünyada digər xarici ölkələrin vətəndaşlarına Azərbaycana qarşı müsbət fikir formalaşdırmağa çalışıram. Və düşərgəmizin Laçında keçirilməsi mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki Qarabağımızın dirçəlişini dünya Azərbaycanlıları ilə birlikdə görürük və bu çox böyük sevinc, qürur və fəxr hissidir. Nələr öyrəndiniz düşərgə müddətində? Düşərgə müddətində bir çox panellərimiz, görüşlərimiz oldu və digər dostlarımızla buna görə Diaspora Komitəsinə böyük təşəkkürlərimi bildirirəm ki, dünya Azərbaycanlıları ilə birlikdə öyrəndik, həm tanış olduq, həm network qurduq, həm onlarla birlikdə güldük, əyləndik və ağladıq.